olsun, mən narahat edirsən. Tez sözü də gedirəm. Deyə bilmirəm axı. Deyə bilmirsən, niyə çağırmırsan məni? Bana yalvarıram, qurban olun. Bir dəqiqə hər şey yadından çıxdı. Bir dənə gözlərimin içinə bax, nə olar? Mən sən o iki gözvədə nifrət edirəm, Turan. Bana yaxşı olsun. Nifrət elə. Heç olmasa gözlərini yum, məni hiss eləməyə çalış. Xahiş edirəm səndən. Allah haqqı hiss eləyəcəksən. Bir dənə gözlərini yum, hiss eləməyə çalış məni. Sən elə bilirsən, mən səni hiss eləmirəm, Turan. Doğrudan elə bilirsən, hiss eləmirəm mən səni. Mən səni hiss edirəm, çox yaxşı hiss edirəm. Bilirsən nə hiss edirəm sənə? Nə? Sən nifrət hiss edirəm, Turan. Öldürmək istəyirəm, Turan, səni. Nifrət edirəm sənə, Turan. Bana Allah haqqı mən səni doğrudan sevirəm. Səndən əl çəkən deyiləm bu. Bu gecədə deyil. Ay qız, heç qonaqpərvərin yoxdur. Adam qonaq qapıda saxlayar. Gəlin abala, gəlin keçin içəri. Gülşən qrup yoldaşlarımdır. Hədiyyə vaxtıdır, yeməklər soydu. Xoş gəlmisiniz, belə həmişə siz gələsiz. Anamdır. Xeyr, yaxın qohumuyam. Keçin, keçin, xoş gəlmisiniz, keçin içəri. Gəlin, keçin. Gəlin, keç qızım, keç. Salam demiş. Donduq soyuqdan, donduq. Bunun burada nə işi var? Hər şeyi danışacağım. Mən Gülşənin uzaq qohmuyam. Ona görə qızı bezdirmişdin ha? Ha? Niyyətim pis deyildi. Gülşən istəmədi, mən də əl çəkdim. İnana. Keçin içəri. Uzaq yol gəlmişsiniz. Fərux əmi. Axşamınız xeyir, gəlin, xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Sağ ol, çox sağ ol. Qonaqlar sizdən qabaq gəlir. Kimdir? Gülşənin qrup yoldaşları. Onlar burada nə edir? Gülşən evli olduğumuzu deməyib onlara. Mən də Gülşəni sındırmadım. Fərux əmi, sən də özünü yandırma. Güya bu ev sənin evindir. Yaxşı, Kesin, xoş gəlmişsin. Gəl. Axşamınız xeyir. Axşamınız xeyir. Gülşənin atası, anasıdır. Şad oldu. Maraqlı nəsə var oldu. Amma oğlu xoş gəlmişsən. Xoş gəlin olsun. İşte zəncir elədilər, təcili getməliyəm. İki dəyişək hazırda tərpənim. Oldu. Nə var mı? Sağ ol, nə var? İşlər güzlər. Deyiləm bəlkə biz orta otağa keçək ya. Küçük. Cavanlardır. Uşaqlar bizi bağışlayın, biz orta otağa keçək. Siz əylənin. Yox, dayı, belə olmaz. Narahat olmayın. Nəsə yaxşı olur. Hə, bir çörəyi sən nə? Aç da şey. Qoy aç da şimdi, gəlməyəcəm. Az qoy. Hə, ye.
Yine bak öyle sen bu cümleyi. Ver. Yaxşı ver. Hadi. Sonra ver. Ver, ver. Hayır. Nusret nəfəs al da bir dənə selib çəkdirək sonra yeyərsən. Çəkil vaxtı qoçular bizi yək. Bu nə deyirsən ki, video qışını gətirmişsən bura. Sən nə edirsən? Xəstəsən Nusret? Giz danışma, bufetdə sabah nə yiyəcək? Acından ölür. Dedim də bunu çıxartmayaq da çölə. Bunun çöllüyü yoxdur da. Uşaqlar, siz niyə yemirsiniz? Mən gərək sushi sifariş verərdim özüm. Nə? Orta şəhərə sushi. Gülşüm çörək yiyik də. Özə bunu yiyib tutandan sonra qəşəng bir dənə kafedə oturarıq ha. Bu da bizim hədiyyəmizdir. Haydi çəkə də qalıb üstündə. Haydəcə, qəsdə saxlamısan ha, bahalıda ona görə. O yolları keçmişik. Çox sağ olun uşaqlar. Niyə belə əziyyət çəkirdiniz ki? Sizin özünüz elə... So, özümüz hədiyyə ya, düz bildim onu deyəcəm. Ev yox, sabah qaytararıq hədiyyə. Al bunu. Onu əldər sabah əldər. Nusret. Qaytar. Qaytar da, səninlə də zarafat elə belə olmur. Ala, hədiyyəvə qalmış. Görə bilmirəm mən, o motivasım olmaz ondan. Nəysə. Çoxlu bəy. Gülşən, onlar bir dənə söz deyim. Buyur, buyur. Sağ ol, kişi bala. Bax, indi biz birinci kursdayıq da hamımız. Gün o gün olsun, arzu edirəm ki, 4-cü kursu qutaraq belə. Ali savadlı olaq, diplomumuz olsun, belə olaq ali savadlı, belə nəsə işləyək, maraqlı nəsə eləyək belə. Sən ala bu tüpü ye, başı asal türəvi. Öz adından danış, hə? Bəlkə mən savadlı olmaq istəmirəm. Mənim öz arzularım var, planlarım var. Universitetdə oxuyub bir savad olmaq istəyən başqa nə arzusu ola bilər ki? Sən belə elə də, sən bala get evə, biz gəlirik, yaxşı, çatdın zəngilə. Bu, tortla, ne bu ad günündə tortsa da olur, sən can. Keçən dəfədə ad günüm olub arzu tuta bilməmişəm, şanlı azadı qoyardım, bir şey eləyərdi. Tort da var. Tort da var, gətir də bəs. Dur ayağa. Çatmam da olur. Yaxşı da siz yiyin, mən gedim çayları gətirim. Saltı ver, saltı, sən can saltı. Bəh. Hələ olur saltı. Tort ne oldu? Hayda, tort gətirə bax! Sənə bu evdə deyəmdir, o xıçıyı da ver, qaşıq, yeşə qaşıq. Burnumuzdan gətir. Yeşə qaşıq, o zaman bir 50 oldu, tərpən oldu. Şu. Tort ne oldu? Vay! Qutar da Nusret. Tutan hanım, bıçaq var. Bu mərc söhbətində səndəlim var ha? İnci, mən sənin xətrini çox istəyirəm. İstəmirəm ki, sən bu məsələyə qarışasan. Nə də ki, müəllimi bu məsələyə qatasan. Qatsam, məni satacaqsan? Səni mənə satdığın kimi. Çıx get! Küsürsən mənim. Çıx get deyirəm sənə! Bir də məni danışdırma. Sabahın xeyir, əmmi. Sabahın xeyri oğlum. Züleyxa! Ay Züleyxa! Dur gel uçağa çay süz.
İmkan vermədim ayaqda. Nə olub? Səssiz bütün evi götürüb. Bağışla kızım. Bundan sonra yavaş danışarıq. Ne danışır bunlar ay bala ki? Həm dostum düz deyirdi. Elə özüm süzərdim də yeyib çay zadım. Hə mama? Nə? Eşitmirəm. Ha? Bu ne süfrədir? Niye kardeşimi gönderen yağdan, baldan, pendirden getirip koymursan süfrəyə? Yaməddin, uşaq hər gün yeyir də. Qardaşına denən yenə göndərsin. Əmi bilirsən nə olub? Ataban litsəyə qəbul olub, belə maraqlı yerə. Yalan deme. Allah haqqı. Benim kardeşim uşaqları savadlıdır da. Qadanızı alarım ikinizin də. Gedim dərsə gecikirəm. Gözlə. Gözlə bir yerdə çıxar. Uşağa yemək qoymamışsan. Yadımdan çıxıb. Çox sağ ol əmi dostu. Sən olmasaydın pul çatdıran məzmi, belə imkan yoxdur. Gedək. Gəl əmi. Sağ ol. Sən olmasaydın pul çatdıra bilməzdin. Cəhənnəmə çatdır, görəcəm. Sən kimlə yazışırsan? Güya bilmirsən, ay ana. Dur, gəl çay çörəyini ye, sonra da evləri yığışdıraq. Bu pəncərələri də açıq qoy, qoyunun iyi evdən çəkilsin. Çayı da dəyiş, soyuqdur. Yaxşı. Bunları yeni gizlətmirsən? Nədir? Hamısını yetimçə yeməli idi. Ölmüşdün Züleyxa. Dəhşətsən sən ay ana. Necə vandı mamalı, necə vandı mamla. Təmiz vətənlikdə. Salam aleyküm. Necəsin? Yo, arxan öz bədənimdir. Nə protein, nə falan şey, nə danışsın. Təmiz sümüyə işləyirəm də. Bu oğlan təmiz Səid dedi ki, mən abuna baxıyalım. Ay, kör! Girəcəksən badımcanlığı ala da. Nusret, bu dəqiqə elə xoşbəxtəm ki, dediklərini cız deyiləmir. Sənə cız deyilən edib, kül sənin kişi başla. Bu evi yerə soxun, buna baxıyalım. Coşma ya. Dərsi geçkirik, gəlin. Quruşacaq da mən sən sürün. Düz. Görmüsən onu? Bəsdir. Ha bebi, indi bizə deməyəcəksən kimlə yazışırsan, ha? Sizin şaka düşməyə bizi istəmir. Buna bax, gör kimlə verir, gəlir. Mənim şaka düşməyim üçün, gərək hansısa qız mənə qoyub, sən hansısın? İmkan ver, biraz şoka düşək, da Nüsrət? Uşaqlar, öz aramızda qalsın. İnci məni Instagramda dostluq at. Diviziyeydi. Yaxşı yol. Sağ ol. İnci? Sabahınız xeyir, gözəl qonşular. Gününüz aydın olsun, ömrünüz bahar təravətli. Hayırsın. Nəsə, yaşasın sevmək, yaşasın sevilmək. I love you,
Başa düşmədim, nə sevgi? Nusret, keç də, keç. Qısmı keç. Adama deyirlər, soğan yeməmsən, ağzından neyin gəlir? Sana gördü qız getdi. Dünən tez yatdın? Yo, biraz dərs oxudum, sonra yatdım. Hansı otaqda eləyirdin dərsini? Nə? Deyirəm, hansı parkda eləyirdin dərsini? Hanı? Mən məsələni öyrənməmiş qışqır bağır salan deyiləm. Gözlədim sən danışasan, sən də yalan danışmağı seçdin. Mən sənə heç nə demədim axı. Elə problem də odur ki, sən nəsə demədin. Mən bu sözü dilimə gətirmək istəmirəm. Amma Turalın mərc söhbətin... Yox, mərc. Mərc söhbətin mənə adiyyatı yoxdur, Murad. Dünən Tural'la niyə görüşürdün? Tural'la? Gördüm, narahatsan. Mən də getdim, Tural'dan öyrənim qızın kimliyini. Onun üçün görüşmüşdüm. Mənə yalan danışma. Mən sənə heç yalan danışmamışam ki, qardaş. Mən Tural'ın ağzından söz almaq istədim. Düzün bilmək istədim hər şeyini. Ona görə görüşdüm. Başqa şey. İnandım sana. Ama bu dəfə bir də nə vaxtsa, harasa gedəcəksənsə, nəsə eləyəcəksənsə, mən hər şeyi qabaqcadan bilməliyəm. Yaxşı qaqaş. Bir də olmaz. Murad mənim sənə nə dedi? Rədd ol buradan. Eşitmirsən, rədd ol. Kaş sən bütün istədiklərini edə biləydim bana. Mənim istədiyim heç nə elə. Sadəcə rədd ol. Deyirəm, adamda sifət lazımdır, ya. Bu boyda elədiyindən sonra elə utanmaz evinə kim gedib, Əsas odur səhvini başa düşdü. Başa düşdü. Bir də gördün səni ona ərə verdilər. Dəlisən sən. Gülşən oyanda uşağa oxşayır. Qoğal sifətin. İnci yaxşısan? Sənə qalmayıb.
Banu, nəsə olub? Yaxşısan? Murad mərsəbəti məndən şübhələnirdi. Ona görə pis olmuşdu. Uşaqlar, deyirəm bəlkə axşam bowlinqə gedək, Kim razıdırsa əlin qaldırsın. Mən oynaya bilmirəm axı. Deməli bala kişi, elə bil ki, qoynuva canavar yaxınlaşır, yerdən daşı götürüb atırsan canavara. Yəni elə bir şey. Uşaqlar, Afaq dünyaya gələndə ilk sözü bilirsiniz nə olub? Mama papa olmayıb, bowling olub. Ya mama bomba pişirdi ya, ha? Ləzzətli qızlar olar orada, bomba temalar olar ha? Bax, indidən deyirəm, Anüsə, sən öl orada kiməsə satarsan, səni tanımırıq. Amma mənə tanımayan oğul özünü tanır, başa düşün. Mənim əvəsim yoxdur. Yəni, heç mənim də. Mən də yoxam. Bu nə deyil, elə bir haminin evində uşaq ağlayır. Salam uşaqlar. Murad mənim, sizdə də ağlayır uşaq. Nusrət, biraz da belə danışsan başın ağrıyacaq. Otur aşağı. Nə deyil, hamının yüzündən zəhirmar yağır. Adam istərsə oxumağa da həvəsi yoxdur. Tural gəl öpəyə. Narahat olma, dərs danışmayacaqsan. Əzbər bildiyin bir sevgi şeiridir. Başa düşmədilər. Yəni, həmişə dərs keçmək olmaz da, arada beyin dincəlməlidir. Eşidirik səni. Mənim üzr istəyirəm, zakaz eləmək olar belə nəsə. Dən ləzzətli ana şeir var ya, onun içində bir dənə. Hə? İmkan verək, öz bildiyi şeir etsin. Hər gün adından başlayacağım. Hər gün adından bitirəcəyim. Səni rüyalarda oxşayacağım. Səni xəyallarda itirəcəyim. Sən məni heç zaman duymayacaqsan. Mən bütün ömrünü istəyəcəyim. Sən mənə məhəl də qoymayacaqsan. Mən səni həmişə səsləyəcəyim. Hər gün mənim üçün doğulacaqsan. Hər gün mənim üçün yox olacaqsan. Mənim sevincim də sən olacaqsan. Mənim kədərim də sən olacaqsan. Mən sənin adına hər saat, hər an qəlbimdə məktublar yollayacağam. Sən heç vaxt yadımdan çıxmayacaqsan. Mən heç vaxt yadında qalmayacağam. Beləcə həsrətlə mən qalacağam. Böyük əzabından şad olacağam. Sən mənə həyatda ən doğma adam, mən sənə yaddan da yad olacağam.
Sən ömür edəcəksən ayrı adamla. Mən kiməm, nəçiyəm bilməyəcəksən. Bir gün bu həyatdan sənin adından köçüb gedəcəyəm bilməyəcəksən. Hayda. Ətimizi töktünə inanırsan. Oğlan sevən çıxıb daha başımıza. Ağıllı olun ha. Müəllim, üzr istəyirəm, olar mən də şeir deyim. Sözün düzü bu şeir mənim elə birbaşa həyatımdan bağlıdır. Vüsat, yəni zaydı bestivə. Цветок, я не сорву без тебя. В саду увидишь маленького барана. Знаешь что? Это я без тебя. Hüsrev, bu dediğin şeirin mənasını bilirsən? Əlbəttə, deyir, bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz. Bağda quzu mələsə, bil ki o mənəm sənsiz. Yaxşı, indi dərs danış. Nə olub? Kasım balası bir dənə lövhəyə çıxan kimi. Deyir, gələ. Necə xoşbaxtım ha mən. Gözəlliyi də məndə, baxt da məndə. Özüm də Ukrayns qrupda qaldım. 200 manata. Çıxa bilərsiniz. Müəllim. Siz qızların reaksiyasını öyrənmək üçün Turala şeirdə izləyirdiniz. Amma tuta bilmədim söhbət kimdən gedir. Mən daha gizlədə bilməyəcəm. Sizə deyəcəm qızın kim olduğunu. Tural şeiri ilə dedi ki, bütün həyatım lent kimi gözümün qabağından keçdi. Oo, qrupumuzda nakam sevgi yaşayanlar da var. Qatıqlıyız, salam əlimin yanında. Başdan özün qatıqlamısın. Salam sizə görə oldu, mənim ən pis vaxtım. Ha, saxla görə! Sənsiz! Ha, qoduq. Dilin çıxmalı sənin, ha? Ha, sən də bütün günü Pərvizin altısı kimi gəlsən, daha yaltaq. Sizə nə olub, ola, nəyi bölüşdürə bilmirsiniz? Elə bir qrupda oxuyuruq, nə olub, nə məsələdir? Tural, get topunla. Sən görəcəksən! Ne diyeceksən? Görəcəksən! Sən nə tutursan, məni? Şoksuzam mı öz?
Bunların arasında nəsə var, amma tutanmıram. Murad, yaxşısan? Mən də deyirəm, Gülşən neçə vaxtı niyə dərsə gəlmir? Tural da şeir deyəndə ona görə kövrəldi, hə? Amma xahiş edirəm bu məsələni böyütmə. Gülşən atası biraz qəribə adamdır. Bilsə qızı oxumağa qoymayacaq. Bu nə deyə? Mənim sevgilim dərd çəkir. Mən niyə yaşayıram? Yaxşı ki varsan. Sənə bir sürprizim var. Nə? Bugün işin yoxdur. Nə? Onda bugün mənimsən. Kızım, Hə, atam. nəyə girsən? Heç, qızlarla danışıram. Nə oldu bala? Tələbə dərsdən çıxıb marşrutu gözləyən kimi sən də incidən məktub gözləyirsən, hə? Bənzətməni yesinlər, Nusret. Əşki ver abi, nə bax, özün mən aşağı. Kölə deyir, kölə. Yes! Nə oldu bala? Ayaqla niyə döyürsən? İnci qapının ağzında mənim üçün hədiyyə qoyub. Yaxşı. İnci bunu giz eləyəcək, özüm öldür. Sən öldür. Gül kimi uşaq diye başla. Aa! Açma, açma, açma! Bomba! Sana eğil, eğil, eğil! Eğil! O gel, gel! Salak yavuz! Sana eğil, eğil, eğil! Bombadır, sana bombadır! Ya bak, buraya patlayacak. Al sen, al sen, al! Al ver buraya! Gel, gel! Eğil! Al uşuyor! Gel. Bomba diyor. Açdı, aç görək nədir? Sana bomba ya! Çık, 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 baba. Aç da, yüreğimizi çəkdin, aç da, yan görüm də. Hoppa! Kül sənin kişi baş var. Mən dedim də bomba atla, buna bax güllə göndərim. O boyda Ver bura. Valla sən bilməzsən, nə bu nədir? Bu deyil sevgi məhəbbət, hə? Bu deyil, bu boyda neçə ildir sən görüşürsən onu. Qaqan əskərlikdə olub da, bu güllə ona görədir. Siz danışma əskərdə qurban. Əskərlikdə nə? Dur, dur. Sən bomba verməşə pişirsən can. Tullan buradan. Hə? Get tullan buradan. Gəl, gəl. Az. Hazırlaş, birazdan gedirik Zaksı ərzə verməyə. Nə? Nə? Daha 18 yaşında oldu da uşaqsa deyirsən ki. Elşad, bugün yorğunam, bəlkə... Məndən də çox yorulmusan? Bütün gün avtobusda onun sözünü eşitmişəm, sən də bir tərəfdən. Dedim hazırlaş, deməli hazırlaş. Gedim avtobusu təhvil verim, gəlirəm gedək. Eşitdin? Məşədi çox sevirəm. Deyirsən bu boyda meşə ilə prinsipə girin? Niyə elə baxırsan? Baxmaq bundandır. Elə olsa deyəqin ki, borcun üstündə batardım.
Səsini eşidirsən? Gedək baxaq. İstəyirsənsə baxaq. Görək birinci kim çatacaq? Ay Vüqur, Ha, darıxacam mən. hələ məni demirsən balam. Görəsən o gün nə vaxt gəlib çatacaq? Hansı gün? Necə hansı gün? Evlənəcəyimiz gündə. Hə, evlənəcəyimiz gün. Demişəm də mən sənə. Əmioğlu. Gizlən. Niyə başa düşmədim? Şimdi siz tərəfdə qalır? Yox, İnstitut oxuyurdu, kətdən gəlib bizim evdə qalır. Başa düşmədim. Mənim sevdiyim qızın evində başqa oğlan qalır, ha? Sima, bax, nə edirsən elə, necə edirsən elə, o gədəni rədd elə evdən geçsin, eşitdin? Ay ana. Ana. Ay Hava xanım. Ana. Allah bilir indi anam hansı qonşudadır. Hə bunun ağzı qızışdı dayanmır ki. Gülşən, gülüm. Gülşən. Gülüm. Görürsən uşaqlar bowlinqə getdilər. Belə maraqlıdır, gedəydin də onlarla. Ana yox, bowling. First dedim də elə belə. Bax, bax. Özü darıxdırma, sıxma. Ala elə yox, baribol deyir bu. Ala gözü yum, gözü yum. Bir də bana. Elə bir qarpızdır, göz say çıxır da. Nə qoy rədd olsun, qoy rədd olsun. Ay sol. Ay sol. Nə qoy rədd olsun, ay sol. At. Qoy rədd olsun. Ala elə yox. Sən, Kəbra, sənin bayrağın yoxdur. Səninki bir sənədir, qoyun, malqara. Kəbra. Biz qoyunları otar, Kəbra. Adam bir abrı gəlsin. Sən can ver telefonla biraz oynayayım. Ne yersən ki? Darıxdın elə bir kitabxanaya gəlmişik sən. Yəni bir çaydan zaddan nəsə bir su təklif eləmirsən də. Evə gəlmişik. Yaxşı, gözdə gətirirəm. İndi görərsən Tural.
Ne oldu? Deyəsən benzin qutardı. İnci, sən maşın sürəndə baxmırsan, benzini var ya, yox? Murad indi neyniyəcək? Heç? Səhərə qədər gözləyəcəyik. Nə? Düşün məni, gecə səhərə çatana qədər düşün məni. Gözün yuxuya dalana kadar düşün beni. Zalimin zulmünden kağıt kalemi tapana kadar, göz seni aktarana kadar düşün beni. Gece sehre çatana kadar düşün beni. Gözün yuxuya dalana kadar düşün beni. Zalimin zulmünden kağıt kalemi tapana kadar, göz seni aktarana kadar salma yada. Ne bağda arkasıca gider yada, düşer sevgili yar intizarı ömrü gider, sevgi biter bir gün gözlerimde. Benim sevgim, benim sözlerimde. Hayallarım, niye yarım kaldı hayallarım? Ben ağlaram geceleri, seni ben yuxuda görüp sayaqlaram. Cırdığım onca şekiller bir de, yazdığım mektubu okuyup ben ağlaram. Düşün beni, düşün beni, düşün beni. Zalimin zulmünden kağıt kalemi tapana kadar, göz seni yaktarana kadar. Yazar senden şair, yazar gece. Bir gün vakti gelir, bir gün bezer gece. Seheri unutmak çetin.